Avqustun 18-də Muray MMC tikinti şirkəti tərəfindən pullarının mənimsənildiyini bildirən bir qrup Bakı sakini ziyanın ödənilməsi tələbi ilə əvvəlcə prezident administrasiyası, daha sonra Bakı şəhər icra hakimiyyətinin binası qarşısında toplaşıblar. Şikayətçilərin dediyinə görə prezident administrasiyasının binası qarşısında mətbuat nümayəndələrinin də olmamasından istifadə edən polis qadınlarla kobud davranıb. 11 aydır biz küçələrdəyik, hər dəfə gedirik yalan məlumat, zəng edirlər, gedin MVD baxın işinizə, zəngi qəbul edirlər 3 nəfər, 5 nəfər, gedin prokuratura baxın. 2006-cı ildən kirayələrdəyik, evimizi satıb o haram olsun onlara, vermişik onlara, indi qalmışıq küçələrdə. 30 milyon manat xalqın ilə mənimsiyim. Döyülmüşük, söyülmüşük, evsiz qalmışıq, küçələrdə qalmışıq. 3 uşaq, oğul, gəlin, ev yox, eşik yox. Nə qədər biz kvartirat qabıq, nə qədər onun bunun qapısında qızım oturmaq olar. Bax döyülməyimizdə, bax qoluma bax. Bax Qolumda şişib qolum sındırıblar qolumu. Bu dəqiqə mənim qolum sındırıb. Elə sıxdı qolumu. Xədani, Qəhrəmanov Xədani, prezident aparatının qabağında paslayanla o cəmaatı təhqir eləyir, söyür qadınları. Pis sözlərlə, deyilməyən sözlərlə təhqir eləyir. Səbail rayon polis idarəsi postpatrul xidmətinin rəisi Xəqani Qəhrəmanov haqqında deyilənlərə münasibət bildirməkdən imtina etdi. Onlar bir kəlmə deyəsiz, sizi burada ittiham edirlər. Şikayətçiləri Bakı şəhər icra hakimiyyətində qəbul edən olmadı. Sakinlər yolu bağlamağa da cəhd göstərdilər. Daha sonra aksiya iştirakçıları üst tutdular baş prokurorluğa. Bir neçə saat gözlədikdən sonra sakinləri baş prokurorun birinci müavini Rüstəm Usubov qəbul etdi. İstintaq davam edir və içəridə olanlar içəridədir. Yenə də deyir ki, əlimizdən gələni eləyəcəyik axıra qədər. Yəni tam olaraq konkret bir şey yoxdur. Siz polislərin təzyiqinə məruz qaldığınızı bildirdiniz? Polislər bəli, içəridən də bizə söz verdilər ki, buna qarşı tədbir görüləcək. Şikayətçilər pulları ödənilənədək etirazlarını davam etdirəcəklərini deyirlər. Daxili İşlər Nazirliyində isə Muray MMC tikinti şirkətinin vətəndaşları aldadaraq bir mənzili 3 və daha artıq adama satması, külli miqdarda ziyan vurması ilə bağlı cinayət işi başlanıb, istintaq gedir.